Salam hörmətli izləyicilər, mən Rauf, Riyaziyyat Məntiq müəllimi. Bugün sizlərlə RFO 1-ci tur 8-ci sinif suallarının həllinə baxacağıq. Elə isə vaxt itirmədən sualların həllinə başlayaq. Birinci sual, ikinci və üçüncü suallar çox asan suallardır. Onda hər hansısa bir həllə ehtiyac yoxdur. Bu olimpiada səviyyəli suallar deyil. Ona görə bunların xüsusi olaraq izahına ehtiyac duymuram, amma cavabları qeyd edə bilərik. Birinci B-dir, 2 C-dir, 3 D-dir. Və bunlar yəni çox asandır, sadəcə toplayıb çıxma, vurub bölmə ilə əlaqəlidir. Dördüncü sualdan başlayırıq. Dördüncü sualda deyir ki, qonşu bucaqlardan birinin 50%, digərinin 40%-dən 27 dərəcə çoxdur. Bu qonşu bucaqların fərqini tapın. Ümumiyyətlə, tutaq ki, bura bir x-dir, burada y-dir. Və mənə deyir ki, qonşu bucaqlardan birinin 50%, yəni x-in 50% nə deməkdir? 0.5x. Y-dən, y-in 40%-dən 27 dərəcə çoxdur. Yəni 0.5x bərabərdir 0.4y üstə gəl 27-yə. Daha sonra x ilə y-in cəminin 180 dərəcə olduğunu bilirik. Gətirib bu bərabərliyi yerinə qoyuram. X-in yerinə də qoya bilərik, y-in yerinə də qoya bilərik. Heç bir fərq eləmir. X-i tutaq ki, deyirəm ki, 180 çıxılsın y-ə bərabərdir. Gətirib bu ifadədə yerinə qoyuram. 0.5 x, x-in yerinə nə qoyuram? 180 çıxılsın y. Bərabərdir 0.4 y üstə gəlinsin 27. Buradan da vurub açmaq lazımdır. 90 çıxılsın 0.5 y bərabərdir 0.4 y üstə gəl 27-yə. Və 0.5 keçdi bu tərəfə, 27 bu tərəfə keçdi. Qaldı 0.9 y bərabərdir 63-ə, y də bərabərdir 70-ə. Demək ki, biz y-i tapdıq. Y 70 dərəcədir. Y 70-dirsə, digəri də 110 dərəcədir. Qonşu bucaq şərtinə əsasən və bunların fərqini soruşur. 110 çıx 70 40-a bərabərdir. Yəni A variantı. 5-ci suala baxın. 5-ci sualda x1 və x2-ni verir və deyir ki, x1 x2-dən böyükdür. Buna əsasən kök altında 6x kvadratı çıxılsın 5x üstə gəl 4 bərabərdir 5 ifadəsinin tənliyinin kökləri olarsa 3x1 üstə gəlinsin 2x2-nin qiymətini hesablayın. Ümumiyyətlə, birinci biz bu tənliyi həll etməliyik. Bu irrasional tənliyidir. İrrasional tənlikdə hər iki tərəfi kvadrata yüksəldirik. O zaman 6x kvadratı çıxılsın 5x üstə gəl 4 bərabərdir 25-ə. Aha. Və buradan da 25-i keçiririk bu tərəfə. Qalır 6x kvadratı çıxılsın 5x çıxılsın 25 keçdi mənfi 25. 4 ilə də topsa 21. 21 bərabərdir 0 kvadrat tənliyi alınır. Kvadrat tənliyi olduğuna görə diskriminantla da həll edib tapmaq olar. Diskriminant bərabərdir 25 üstə gəlinsin 4 vur 6 vur 21. O da eləyir 529. Daha sonra x1, x2-ni tapırıq. x1 bərabərdir mənfi b, yəni müsbət 5 üstə gəlinsin kök altında d. 529-dan da 23 çıxır. Bölünsün 2A. A 6-dır, 2-yə də vuranda 12. Bu da qalır 12-də 28. X2 də bərabərdir. Mənfi B, yəni müsbət 5 çıx 23 bölünsün 2A. 12. Buradan da qalır mənfi 18 bölünsün 12. İndi burada deyir ki, x1 x2-dən böyükdür. Ona görə demək x1-im elə budur, x2-im də budur. Düz yazmışıq. İndi 3x1, 3 vurulsun 28 bölünsün 12, üstə gəlinsin 2 vurulsun 18 bölünsün 12. Burada mənfisini yadımdan çıxarmışam. Çıxılsın olmalıdır. Çünki bunun mənfisi qarşıya keçir.
Burada 3 ilə ixtisar etdi. Burada 4 qaldı. 28 bölü 4 7 eləyir. Burada 2, burada 6 qaldı. Burada 3 eləyir. 7-dən də 3 çıxanda 4-ə bərabərdir. Yəni A variantı. 6-cı suala baxaq. 6-cı sualda A-nı bizə verib ki, 6-da 1, 12-də 1, 20-də 1, 30-da 1 və 42-də 1. Biz bunu bu şəkildə yaza bilərik. 6-nı 2 vur 3-də 1 yaza bilərik. 12-ni 3 vur 4-də 1 yaza bilərik. 20-ni 4 vur 5-də 1 yazırıq. 30'u 5 vur 6'da 1 yazırıq. 42'ni də 6 vur 7'də 1 yazıla bilərik. Daha sonra nə edirik? Əgər məxrəcdəki fərq sürətdə varsa, yəni 2 ilə 3 arasında fərq 1-dir və sürətdə 1 var. 3 ilə 4 1-dir, 1 var. Onda bunu bu şəkildə ayıra bilərik. 2-də 1 çıxılsın 3-də 1 şəklində. Çünki bu o deməkdir ki, 2-də 1 çıxılsın 3-də 1 nə deməkdir? 2 vur 3 ortaq məxrəc. 3 çıxılsın 2 1. Yəni 6-da 1 eləyir. Yəni bu şəkildə yaza bilərik. Burada da 3-də 1 üstə gəlinsin, çıxılsın 4-də 1. Bu şəkildə gedəcək və axırda qalacaq 6-da 1, çıxılsın 7-də 1. Buradan görürəm ki, 3-də 1, 3-də 1, 4-də 1, bunun 4-də 1-i 5, 5, 6, 6 gedir və geriyə 2-də 1 çıxılsın 7-də 1 qalır. Bundan da ortaq məxrəci 14-dür. Burada 7'ye vurarıq, burada 2'ye vurarıq və 5 qalır. Demək, 14'də 5 edir. A-nı tapdıq. İndi B-ni hesablayaq. B-də artıq iş biraz fərqlidir. Niyə görə? 4'də 1-i mən 1 vur 4'də 1 yazacağım. Üstə gəl 28'i mən 4 vur 7'də 1 yazacağım. 70'i 7 vur 10 şəklində yazacağım. 130'u da 10 vurulsun 13 şəklində yazacağım. Artıq burada məxrəcdəki fərq 3-dür. Fikir versək ki, 3-dür hamısında. Amma sürətdə 1 var. Yəni, biz bunu 1 çıxılsın 4'də 1 şəklində yaza bilmərik. Ya da 4'də 1 çıxılsın 7'də 1 şəklində yaza bilmərik. Bunun üçün nə edirik? Məxrəcdəki fərqi önə keçirtmək lazımdır. Məxrəcdəki fərq nədir? 3. Onda demək, 3'də 1-i önə keçirəcəyik və 3'də 1-i önə keçirəndən sonra artıq yaza bilərik. 1 çıxılsın 4'də 1. Üstə gəlinsin 4'də 1 çıxılsın 7'də 1. Və bu şəkildə gedəcək. Sonda qalacaq 10'da 1 çıxılsın 13'də 1. Və buradan da yenə görürük 4'də 1 gedəcək, 7 gedəcək, 10 gedəcək. Qalacaq 3'də 1, 1 çıxılsın 13'də 1. O da eləyir 3'də 1 vurulsun 13'də 12. 3 ilə ixtisar getdi, qaldı 13'də 4. Demək, B də 13'də 4'ə bərabərdir. Bizdən 14A üstə gəlinsin 13B-ni soruşur. A-nın qiymətini tapmışdıq 14'də 5. 14 vurulsun 14'də 5. Üstə gəlinsin 13 vurulsun 13'də 4. Buradan 14'lər getdi, 13'lər getdi, qaldı 5 üstə gəl 4 bərabərdir 9'a. Demək ki, cavab B variantı 9 olacaq. 7-ci suala baxaq. 7-ci sualda deyir ki, n-in neçə tam qiymətində 24 bölünsün n plus 4 kəsri natural ədəddir. Bu sualları həll etmək üçün 24'ün natural bölənlərinin sayını tapmaq lazımdır. 24'ü bundan ötürü sadə vuruqlarına ayırmaq lazımdır. 24 nə deməkdir? 2 üstü 3 vurulsun 3 deməkdir. Sonra natural bölənlərinin sayı bərabərdir. Qüvvətlərin üzərinə 1 gəlib, bir-birinə vuruq. 3 üstə gəl 1, 1 üstə gəl 1. O da 4 vur 2 bərabərdir 8'ə. Demək, cavab Y variantıdır. 8 dənə n-in qiymətində bu kəsir müsbət qiymət alacaq. Cavab Y. 8-ci suala baxın. 2'də 1, üstə gəl 3'də 1, üstə gəl 4'də 1, üstə gəl nöqtə n-də 1 şəklində kəsri verir və deyir ki, bunun məxrəclərini bir vahid azalarsa ümumi cəm necə dəyişər? Ümumiyyətlə, gəlin azaldaq, onda olacaq, bu 1'də 1 olacaq, üstə gəl 2'də 1,
3'də 1 və nöqtə nöqtə n çıx 1'də 1. Burada baxan kimi görünür ki, aşağıdakı kəsir yuxarıdakı kəsirdən böyükdür. Niyə görə? Çünki 2'də 1 hamısı tamları sıfırdan, sıfırdan, sıfırdan. Bunlar hamısı sıfır tam verir. Amma burada isə fikir versək, 1 tam, daha sonra hamısı sıfır verir. Yəni ki, kəsirin qiyməti azalmayacaq. Kəsirin qiyməti artacaq. Ona görə cavab ya A-dır, ya Y-dir, ya da C olacaq. İndi kəsirin qiyməti artırsa, aşağıdakı kəsirdən yuxarıdakı kəsirə çıxmaq lazımdır. Çıxaq. 1 üstə gəl 2'də 1, üstə gəl 3'də 1, üstə gəl nöqtə nöqtə 1 n minus 1 və çıxılsın 2'də 1, 3'də 1, 4'də 1, üstə gəl nöqtə nöqtə n çıxılsın, qoyaq n-də 1. Burada görürəm ki, 2'də 1'lər, 2'də 1, 3'də 1, 3'də 1 və s. Və n-dən qabaq gələn də n çıx 1'də 1 olduğuna görə buradakı ilə buradakı ixtisar gedəcək və geriyə qalacaq yalnız 1 çıxılsın 1 böl n. Bunu da ortaq məxrəc n-dir. Burada yazsaq n çıx 1 olacaq. Yəni doğru cavab C variantı olmuş olacaq. 9-cu suala baxaq. Bizə deyir ki, 2m plus 6 ifadəsini 5'ə böləndə qalıqda 1 eləyir. Və 7'yə böldükdə isə qalıqda 3. Bu şərti ödəyən ən kiçik natural m ədədinin rəqəmləri cəmini hesablayın. Biz burada 2m plus 6'nı 5'ə böləndə qalıqda 1 eləyirsə, bu o deməkdir ki, 2m ədədi özü 5'ə tam bölünür. Yəni 2m 0 mod 5'dən. Aha. Buradan da yazıram ki, m bərabərdir demək 5k-ya, hər hansısa bir 5k ədədinə. Daha sonra 2m plus 6 ifadəsi 7'yə bölünüb qalıqda 3 alınırsa, 3 mod 7'dən və gətirib m-in yerinə 5k-nı qoysam 10k, 6'nı da bu tərəfə keçirsəm, qalacaq mənfi 3 mod 7. Aha. 10k mənfi 3 mod 7 alınır. 10k ədədi də 7'yə bölünür. Qalır getdi. 3k qaldı. 3k mənfi 3 mod 7 və hər tərəfi 3'ə bölsəm qalacaq k mənfi 1 mod 7. Mənfi 1 o deməkdir ki, buradakı bu mod ədədindən bir vahid az olan ədəd. Yəni k 6 mod 7 eləməlidir. K ədədi. Buradan da k bərabərdir 7t üstə gəl 6'ya. Çünki qalıq 6 eləyir. K ədədini 7'yə bölündə. Onda k bərabərdir 7t plus 6'ya. Və m ədədi də bərabərdir 5 vurulsun 7t üstə gəl 6'ya. Buradan da alınır 35t üstə gəl 30. Yəni ümumi şərt budur. Ümumi şərtimiz budur və ikisində də ən kiçiyini qiymətini soruşduğuna görə biz t'yə 0 verməliyik. 0 olsa cavab 30'a bərabər olur və bizdən bunun rəqəmləri cəmini soruşur. 3 üstə gəl 0 bərabərdir 3'ə. Yəni doğru variant A variantı. Mod dərslərinin izahını öz YouTube kanalımda paylaşmışam. Oradan baxa bilərsiniz. 10-cu sual. Bir zər 3 dəfə ard-arda atılır. Düşən xallar cəminin sadə olma ehtimalını hesablayın. Ümumiyyətlə 3 dəfə atılacaq deyə bizim ümumi bütün mümkün halların sayı 6 üstü 3 olur. Yəni 216 dənə hal mümkündür. Düşən xallar cəminin sadə olma ehtimalı. Ümumiyyətlə ehtimal PA bərabər idi. Əlverişli halların sayı bölünsün bütün mümkün halların sayına. Bütün mümkün.
Bütün mümkün 216'dır. Bizə lazımdır əlverişli halların sayı. Düşən hallar cəminin sadə olma ehtimalı. İndi sadə ədədlər hansıdır? Əgər zəri mən 3 dəfə atıramsa, maksimum 6, 6, 6 gələ bilər. O da 18 edir. Yəni 18-dən kiçik ədədlər olmalıdır. Və 3 dənə fə attığıma görə 2 heç vaxt ala bilməz. Demək ki, 3-dən başlayacaq. 3, 5, 7, 11, 13 və 17. Yəni ancaq bu ədədləri ala bilər. Burada da biz hesablama aparmalıyıq. 3-ü hansı hallarda ala bilər? Ancaq 1, 1, 1 halında. Başqa heç bir halda ala bilməz. Yəni bir halda mümkündür. 5-i hansı halda ala bilər? 2, 2, 1 halında və bunların yer dəyişməsi zamanı, yəni 3 dənə halda, bir də 3, 1, 1 halında ala bilər. O da bunların yer dəyişməsi eləyir bizə 3. Çünki bunlar yer dəyişmə permütasiya deməkdir. Permütasiya nə idi? 3 dənə element varsa 3 faktorial qədər yer dəyişimi olmalıdır. Yəni 6. Amma burada təkrarlanan element olduğuna görə biz bölürdük onu təkrarlananların sayını. Yəni 2 faktoriala. 2 dənəsi təkrarlanır deyə 2 faktoriala bölürdük. 6-nı da 2 faktorial da 2 eləyir. 6-nı da 2-yə böləndə 3 eləyir. Ona görə 3 dənə yer dəyişmə mövzudur. Bu şəkildə hamısını tapdıqdan sonra bir-bir bunların əlverişli hallarının sayını hesablamalıyıq. 1, 3 və s. və bura qədər gələcək və ümumi əlverişli halların sayı 73-ə bərabərdir. Bütün mümkün halların sayı da 216-ya bərabərdir. Yəni doğru cavab D variantı olmuş olacaqdır. 11-ci suala baxaq. Çoxluq verib bizə deyir SA çıxılsın SB bərabərdir 8-ə. SA birləşmə B üstəgəl SA kəsişmə B bərabərdir 12-yə. Və bizdən SA-nı soruşur. Bunu nə etmək lazım? Birinci düsturu yazırıq. SA birləşmə B bərabərdir SA üstəgəlinsin SB çıxılsın SA kəsişmə B. Bu düstura əsasən biz bütün bu hamısını hesablayacağıq. İndi əvəzləmə eləyək. Buradan bir əvəzləmə eləyək. SB-ni əvəzləyək. SB. Çünki biz SA-nı tapacağıq deyə SB əvəzləməsi eləyək. SB bu tərəfə keçdi. 8 də bu tərəfə keçdi. Qaldı SA çıxılsın 8-ə. Demək, SB əvəzləməsini elədik. SA çıx 8-ə bərabərdir. Buradan da əvəzləmə eləyək. SA birləşmə bərabərdir 12 çıxılsın SA kəsişmə B-yə. İndi gətirək burada yerinə qoyaq. Bunu birləşmənin yerinə yazıram. 12 çıxılsın SA kəsişmə B bərabərdir SA. SB-nin yerinə də bayaqları nə tapmışdıq? SA çıxılsın 8 qoyacaq. SA çıx 8 üstəgəl çıxılsın SA kəsişmə B. Bunu yazdıq. Daha sonra burada baxaq nə alınır. SA bu tərəfə keçsə, bunlar ixtisar gedəcək. Bunlar ixtisara getdi. 12 bərabərdir 2 SA çıxılsın 8-ə. 8 bu tərəfə keçsə olur 20. 20 bərabərdir 2 SA-ya. SA da bərabərdir 10-a. Demək ki, düzgün cavab Y variantı 10 olmuş olacaq. 12-ci suala baxaq. 12-ci sualda deyir ki, modulda x plus 1 üstəgəl modulda x minus 2 bərabərdir 2 tənliyinin həqiqi köklərinin sayını tapın. Ümumiyyətlə, bu cür tənlikləri eləmək üçün mütləq şəkildə biz sıfıra çevrilən qiymətləri tapmalıyıq. Yəni, onlara böhran nöqtələri deyilir. Böhran nöqtələrini tapmalıyıq. Tapaq. X plus 1 bərabərdir 0. Orada x bərabərdir mənfi 1-ə. Bir də x minus 2 bərabərdir 0 və x bərabərdir müsbət 2-yə. Yəni, bizim intervalımız mənfi 1 və 2. Yəni, 3 yerə ayrılmış olacaq. Birinci halda x kiçikdir mənfi 1 intervalına əsasən baxacağıq. Bu, belə olan halda hər ikisi mütləqdir ki, mənfi qiymətlər olsun.
x mənfi 1-dən kiçik olduqda. Ona görə i mənfi x plus 1 çıxılsın x minus 2 bərabərdir 2 tənliyini yazırıq və buradan da həll eləsək x bərabərdir mənfi 0,5 qiyməti alırıq ki, mənfi 0,5 bu intervala düşmür. Deməli, bu intervalda onun həqiqi kökü yoxdur. Digər ikinci intervala baxıram. İkinci intervalım isə mənim mənfi 1 və 2 arası olan intervalımdır. Bu intervalda olsa, onda birincisi müsbət və yaxud da 0, ikincisi mənfi olmalıdır. Ona görə yazıram. X plus 1, birincisi müsbət, x plus 1. İkincisi mənfi. Ona görə qabağını mənfi qoyuram. X minus 2 bərabərdir 2. Bunu da həll eləsəz 3 bərabərdir 2 tənliyi alınacaq. Belə bir şey də səhvdir. Ona görə bu da kökü yoxdur. Keçirəm 3-cü intervala. 3-cü interval isə x böyük bərabərdir 2 intervalıdır. Və belə olan halda da hər ikisi mütləqdir ki, müsbət olsun. Onda yazıram x plus 1 və üstə gəlinsin x minus 2 bərabərdir 2. Buradan da tapıram ki, x bərabərdir 1/5-ə və 1/5 də bu intervalda yerləşmədiyinə görə burada da bunun həlli yoxdur. Bunun başqa bir həll üsulu da həndəsi həll üsuludur. Bunu bu şəkildə də işləmək olar. X modulda x minus a üstə gəlinsin modulda x minus b bərabərdir c tənliyində a minus b modulda məsafəsi c-dən böyükdürsə, tənliyin həlli yoxdur deməkdir. Yadınızda saxlayın. Yəni bizdəki tənlik nədir? X çıxılsın mənfi 1 deməkdir. X plus 1 eləyir. Və üstə gəl x minus 2 və bu da 2-yə bərabərdir. Burada mənfi 1 və 2 arasındakı fərq burada görünür ki, 3-ə bərabərdir. Çünki mənfi 1-dən 2-yə qədər 3 vaid məsafə var. Və 3-də 2-dən böyük olduğuna görə biz dedik ki, əgər məsafə bundan böyük olarsa, bu tənliyin həqiqi həlli yoxdur. Yəni, bu minimum qiymət olaraq 3-ə bərabər olmalı idi ki, bu tənliyin həlli olsun. 2 olanda qeyri-mümkündür ki, tənliyin həlli olsun. 13-cü suala baxaq. 13-cü sualda deyir ki, iti bucaqlardan biri 30 dərəcə olan düzbucaqlı üçbucaqda hipotenuzə çəkilmiş hündürlük hipotenuzu hansı nisbətdə 2 hissəyə bölür? Deyək ki, düzbucaqlı üçbucaqdır. Bura 90 dərəcədir. Bura 30 dərəcədir. Burada 60'dır. Onda bölsə, bura 90'dırsa, bura 30 olmalıdır. Buna A desək, onda qayda nə idi? 30'un qarşısındakı katet hipotenuzdan 2 dəfə kiçikdir. Yəni, onda hipotenuz 2A'dır. 60'dan da olsa A kökdə 3'ə bərabərdir. Yenə A kökdə 3'dür. Və digərində də yenə həmin qaydanı tətbiq edirik. 60'ın qarşısındakı A'dır və 30'un qarşısındakı da kiçik katetdir. Və biz demişik ki, 30'un qarşısındakı katet 60 katetindən A kökdə 3 dəfə böyükdür. Ona görə burada da olacaq A bölünsün kökdə 3'dür ki, çünki A böl kökdə 3'ü kökdə 3'ə vuranda A qalır və 60'ın qarşısındakı A-nı verir bizə. İndi bizə deyir ki, bu nisbəti tap. A kök böl kökdə 3 bölünsün A kök 3 nisbətini hesablayacağıq. Bu da A kökdə 3 bölünsün 3 bölünsün A kökdə 3 deməkdir. Bu da sənə 1 böl 3 nisbətini vermiş olacaq. Yəni A variantı. 14-cü suala baxaq. 14-cü sualda bizə deyir ki, qoy bunu çəksək daha yaxşı olar. Aha, bura B'dir, bura A'dır. Bura D'dir, burada C'dir. İndi A, D, B, C və F. Bizə bucaqlar verir. Deyir ABD 50'dir. Bura 50 dərəcədir. ADB 62'dir. Sonra CDB 65'dir. Və CDB 65'dir.
Yox, biraz səhv yazdım deyəsən. 65, SDB 75'dir. 75'dir SDB. SBD burada 65'dir. 65 dərəcədir və deyir ki, tərəflər arasındakı münasibət hansıdır? Bu yuxarıdakı bir üçbucaqdır. 50, 62, onda bura olmalıdır 68 dərəcə. 65, 75-dirsə, bura olmalıdır 40 dərəcə. Yəni, çünki üçbucağın daxil bucağının cəmi 180 dərəcədir. Daha sonra biz demişik ki, tərəflər arasında bunları ayrı-ayrı şəkildə göstərə bilərik. Tutaq ki, bu yuxarıdakı üçbucaqdır. 50, 50, 62 və burada 68. Bura A idi, bura D idi, burada F idi. Və burada fikir versək ki, biz demişdik ki, böyük bucağın qarşısında duran tərəf böyükdür. Yəni, F 68-in qarşısında durub deyə, F böyükdür. 62-nin qabağında A dayanıb, ona görə F böyükdür A-dan, A da böyükdür D-dən. Demək ki, bu bərabərlik doğrudur. Aşağıdakı üçbucağa görə baxsaq, aşağıdakı üçbucaqda da 65 buradır, 75 buradır, burada 40-dır. Bura F idi, bura S idi, burada B idi. Buna da əsasən baxsaq ki, ən böyüyü S-dir, çünki 75-in qabağında dayanıb, ən kiçiyi də F-dir, çünki 40-ın qabağında demək. S böyüdür B-dən, o da böyüdür F-dən. F-in də ardını buradan yazıram, A, D. Demək ki, düzgün münasibət budur. S böyüdür B-dən, o böyüdür F-dən, o böyüdür A-dan, o da böyüdür D-dən. Yəni, düzgün cavab A variantı olmuş olacaq. Aha, bu üçbucağı verib bizə. Burada önəmli nüans nədir? Burada fikir versək, burada 80 dərəcə eləyir, burada 80 dərəcə eləyir. Yəni, bu o deməkdir ki, AC bərabərdir BC-yə. Yəni, bu tərəf, bu qırmızı rəngdə göstərdiyimiz bərabər yanlıdır. Və digər bərabər yanlı burada hansıdır? Fikir versək ki, burada 50-dir. Bu üçbucaq kimi baxsaq buna, bura 80-dir, bura 50-dir, onda burada 50 olmalıdır. Onda AB-də həmçinin AB-də bərabər olmalıdır AY-yə. AY tərəfi ilə bir-birinə bərabərdir. Daha sonra burada digəri də AB-nin AD bərabərliyidir. Niyə görə? Çünki bura 80-dir, bura 20-dir. Onda bura 80 düşməlidir. 80-80 onda bunlar bir-birinə bərabərdir. AB də AD-yə bərabərdir. Və buradan da alınır ki, AD bərabərdir AY-yə. Yəni, AB tərəfi, bu AD tərəfi ilə AY bir-birinə bərabərdir və bir tərəfi də 60 dərəcədir. Onda bu o deməkdir ki, bu bərabər tərəfli üçbucaqdır ki, 60-dır və yanları da bərabərsə, onda demək burada o ilə bərabər olacaq. Burada 60-dır. 50 üstəgəlinsin x də 60-dır. Onda x də bərabərdir 10 dərəcəyə. Düzgün cavab 10 dərəcə olaraq A variantı olmuş olacaq. 16-cı suala baxaq. 16-cı sualda 0 tam dövrdə A-da 1 üstəgəlinsin 0 tam 0 dövrdə A-da 1 üstəgəlinsin 0 tam 0 0 dövrdə A-da 1. Deyir ki, bunu kəsr işarə edilmişdir, sadələşdirin. Ümumiyyətlə, bunu çeviririk kəsrə. 0 tam dövrdə A, dövrdəkilərin sayı qədər 9 əlavə edirik və A yazırıq. Yəni, bu 9-da A olacaq. Burada isə dövrlərin sayı qədər 9, önündəkilərin sayı qədər də 0 əlavə edirik. Yəni, 90 olacaq. Burada da fikir versək, 90 sürətdə də nə olurdu? Bu ikisi 0A çıxılsın 0 olur. O da elə A deməkdir. Digəri də yenə həminki qayda ilə 900-də A-da 1 eləyir. İndi hər tərəfi bölsək, qalacaq A-da 9, üstə gəlinsin A-da 90, üstə gəlinsin A-da 900. Bunları da toplasaq, 999 bölünsün A almış olunur. Yəni, Y variantı doğru cavabdır. 17-ci suala bax. 17-ci sual da yaş məsələsidir. Deyir, Azər Bilalın yaşında olanda Bilalın 54, Bilal Azərin yaşında olanda isə Azərin 12 yaşı olduğu məlumdursa, Azərin indi neçə yaşı var?
Bu tipli məsələləri həll etmək üçün ən önəmli şərt kimin kimdən böyük olduğunu bilməkdir. Burada baxan kimi görünür ki, Bilal Azərdən böyükdür. Ona görə dəqiq bildik ki, Bilal Azərdən böyükdür. Azərin yaşını elə A deyək, Bilalın da yaşını elə B deyək, AB şəklində yazaq. İndi birinci şərtimizdə nə deyir bizə? Azər Bilalın yaşında çatanda, yəni ya da yaşında olanda Bilalın 54 yaşı var idi. Yəni bunların yaş fərqi heç vaxt dəyişmir. Bilal çıxılsın A, yəni Azər tutaq ki, hər hansısa bir D fərqinə bərabərdir. Və bu yaş fərqi heç vaxt dəyişməyəcək, nə qədər il keçsə də. Azər Bilalın yaşına çatması da onun üzərinə, yəni Azərin yaşının üzərinə onların fərqləri, yəni D-ni gəlmək deməkdir ki, Bilalın yaşına çatmış olur. Onda Bilalın da yaşı B üstəgəlsin D şəklində olur. Buradan da bizə deyir ki, Bilal zaten 54 yaşındadır. Yəni Bilal üstəgəl D bərabərdir 54 olmuş olacaq. Sonra D zaten nəyə bərabərdir? Yuxarıda yazmışdıq. B çıxılsın A-ya. Gətirib bunun yerinə qoyuruq. B üstə gəlinsin. Buradakı D-nin yerinə gətirib bu ifadəni qoyuruq. B minus A bərabərdir 54-ə və buradan da alınır ki, 2B çıxılsın A bərabərdir 54. Bu bizim birinci tənliyimizdir. Keçdim indi ikinci şərtin tənliyini quraq. Bilal Azərin yaşında olanda isə, indi burada yenə demək, yaşının azalma söhbəti var. Çünki Bilal Azərin yaşına gəlməlidir. Yəni, Bilalın yaşından onların yaşları fərqini çıxanda Azərin indiki yaşını verəcək. Və Azərin də yaşı onda olacaq A çıxılsın D şəklində. Və Azərin neçə yaşı var? 12. Onda A çıxılsın D bərabərdir 12-yə. Bunu da tapdıq. Yenə əvəzləmə eləyirik. A çıxılsın. D-nin yerinə gətirib B çıxılsın A yazıram. O da bərabərdir 12-yə. Buradan da alınır 2A çıx B bərabərdir 12-yə. İndi 2 dənə tənliyim oldu. Birincisi 2B çıx A bərabərdir 54. Digəri də 2A çıx B bərabərdir 12 tənliyi. İndi tənliylər sistemidir. Bizə Azərin yaşını soruşur deyə B-ləri ixtisar etməliyik. B-yi ixtisar etmək üçün 2-yə vursaq, qalacaq 2B çıx A bərabərdir 54-ə. Aşağıda da qalacaq 4A çıxılsın 2B bərabərdir 24-ə. 2B-lər getdi, qaldı. Mənfi A-nın üstünə 4A gəlində 3A eləyir. 3A bərabərdir bu ikisinin cəminə, yəni 78-ə. A da bərabərdir 26-ya. Yəni Azərin indi 26 yaşı var. Cavab C variantı. 18-ci sual. 18-də deyir ki, 2 rəqəmli ədədin rəqəmləri sıfırdan fərqlidir. Bu 2 rəqəmli ədədin kvadratı ilə onun rəqəmlərinin yerini dəyişməklə əmələ gələn 2 rəqəmli ədədin kvadratları fərqi aşağıdakılardan hansına bərabər ola bilməz. Yəni hər hansı A ədədi AB ədədidir. Digəri isə BA ədədidir. Və bu ədədlərin kvadratları fərqi nəyə bərabər ola bilməz? Birincisi, bunu açmaq lazımdır. Bu nə deməkdir? Müxtəsər vurma düşünmə əsasən 2 ədədin kvadratları fərqidir. AB üstə gəlsin BA, bir də AB çıxılsın BA şəklində. İndi bizə buradan nə lazımdır? Bunları açmaq lazımdır, onluq açılışlarını. Yəni, bu nə deməkdir? 10A üstə gəlsin B, üstə gəlsin 10B üstəgəl A deməkdir. Yəni, bu da 11 vurulsun A üstəgəl B deməkdir. Bu da vurulsun AB çıx BA-da da qalacaq 9 vurulsun A çıx B. Yəni, geridə qalacaq 99 A üstəgəl B, A minus B şəklində. İndi demək, tapdıq ki, bu ədədlər 99-a bölünməlidir mütləq şəkildə. İndi A variantına görə baxaq. A variantında nədir? Cavab 297. 297 deməli 99-a bölünür. 3 eləyir. Onda A üstəgəl B vurulsun A çıx B 3-ə bərabər olmalıdır. Onda hansı halda ala bilər? 3 1 halında ala bilər. Onda A və B-ni tapa bilərik də. A
2 eləyəcək, B də 1 eləyəcək. 2, 2 çıx 1 və 2 üstəgəl 1 şəklində. Bunu demək 297 ala bilər. B variantına baxıram. B variantında 396-dır. 396-nı da 99-a böləndə cavab 4 eləyir. İndi bunu əsasən yazaq. A üstəgəl B, bir də A çıx B bərabərdir 4-ə. 4-ü necə ala bilər? 1-4 şəklində ala bilər, bir də 2-2 şəklində ala bilər. 4-1 şəklində baxsaq, görərik ki, A üstəgəl 1 4 eləyir. A üstəgəl B 4 eləyir, A çıx B də 1 eləyir. Bunu əsasən də tapsaq, B-lər ixtisar gedəcək, qalacaq 2A bərabərdir 5 və B və A bərabərdir 5/2. Yəni tam ədəd alınmır. Demək ki, 4-1 halı mümkün deyil. 2-2 halında da mümkün olmayacaq. Niyə görə? Çünki elə olanda biri 0 olmalıdır ki, qiymət doğru olsun. 0 da olsa, demək A2 olmalıdır, B də 0 olmalıdır. Elə də olsa, 0 ilə başlayan hər hansısa bir ədəd olmadığına görə bu ədəd səhvdir. Demək, B variantı 396 buna bərabər ola bilməz. Düzgün cavab B variantı olmuş olacaq. 19-cu suala baxın. 19-cu sualda deyir ki, ASDB məntəqələri ardıcılıqla bir düz xətt üzərindədir. Yazaq. Bura A'dır, bura C'dir, bura D'dir, burada B'dir. Və deyir A məntəqəsindən eyni zamanda sürəti 60 olan bir avtomobil. Deyək ki, buradan 60 ilə gedir. Digərdə 20 ilə olan skuter. Burada da 20 ilə gedən bir skuter var. Və deyir ki, həmin bizə nə deyir? Avtomobil B-yə çataraq, bu buradan B-yə gedir. Və B-dən də heç durmadan C-yə qayıdır. Buradan da C-yə qayıdır. Həmin müddətdə də skuter D-yə çatır. Yəni, skuter cəmi D-yə qədər gedə bilir və bu proses 3 saat çəkir. C-dən D-yə qədər olan məsafə, D-dən B-yə qədər olan məsafə ilə eyni olduğuna görə tapaq. Demək, bu ilə bu bir-birinə bərabərdir. Bunlara deyək ki, bura A olsun, burada A olmalıdır, burada hər hansısa bir B-dir. İndi, həmin məsafəyə görə nə qədər gedəcək avtomobil? Avtomobil nə qədər yol gedir? B üstə gəlinsin A, üstə gəl A və heç durmadan qayıdır C-yə. Yəni, A üstə gəl A. Bu da eləyir B üstə gəl 4A. Demək, B üstə gəl 4A məsafə getmiş olacaq. B üstə gəl 4A məsafə gedirsə və bunu 60 sürəti ilə gedirsə və bu da 3-ə bərabər olmalıdır. Çünki biz nə demişik? S bərabərdir VT düsturundan, T də bərabərdir S böl V'dir. S getdiyi yoldur, B üstə gəlinsin 4A, V də sürəti də 60. Skuter isə nə qədər yol gedir? A-dan B-yə, yəni A üstə gəl B. Skuterin də getdiyi A üstə gəl B bölünsün 20 sürəti ilə gedir və bu da 3 saat ərzində gedir. Və burada sistem tənliyi alınır. Və bu sistem tənliyi həll eləsək, A-ya 40 düşəcək, A-ya 40 düşəcək, B-yə isə 20 düşəcək. Onda A-dan B-yə qədər olan məsafə də 20 üstə gəl 40, üstə gəl 40. Yəni 100 kilometrə bərabərdir. Yəni doğru cavab C variantı olmuş olacaq. 20-ci sualda deyir ki, X, Y, Z maddələrindən hazırlanmış məhlulda X böl Y bərabərdir 9-da 4, Y böl Z də 3-də 2 olarsa, laboratoriyada X maddəsindən 70 qram, indi onları hesablayaq. Birinci bunun üçün nə etməliyik? Y-lər hər ikisində olduğuna görə Y-ləri ortaq bir vurğa gətirmək lazımdır. Yəni 9 ilə 2-nin əkobu neçədir? 18. Demək ki, 18-ə gətirməliyik. X böl Y bərabərdir. 18-ə gətirmək üçün 2-yə vurarıq. Onda bunu da 2-yə vuranda 8 edir. Bu 18-də 8-dir. Y böl Z-də də bunu da 18 eləməyimiz üçün 9-a vurarıq. Bura 18 bölünsün 27 alınır. Yəni buradan artıq tapdıq ki, X bərabərdir 8K-ya, Y bərabərdir 18K-ya, Z də bərabərdir 27K olmuş olacaq. Daha sonra deyir ki, laborator X maddəsindən 70 qram. Yəni, X-dən 70 gedir, Y-dən 144 gedir, Z-dən də 250 qram gedir və maddələrdən hazırlanmış məhlul ən çox neçə qram ola bilər. İndi burada nə edirik? 8K 70-dən
götürsək K 875 düşəcək buna. 18K 144-dən 18K 144-dən buna düşəcək K-ya 8 düşəcək. Digərində isə Z maddəsi üçün də 27K-dan da 250-dən bizə K-da hardasa 9 nə qədərsə eləyəcək. Və burada ən kiçiyi K8 qiymətində alınır. Bu o deməkdir ki, biz K-nın qiymətini 8 götürməliyik. Niyə görə? Çünki biz K-nı 8 götürməliyik ki, heç bir maddədə çatışmamazlıq yaranmasın. Yəni biz 8 üzərindən getirəcəyik. Yəni K-nın ən kiçik qiyməti üzərindən. K-nın ən kiçik qiyməti 8-dir. İndi gətirib yerinə yazırıq. K-nın qiymətini tapdıq. Daha sonra nə edirik? Bu üç maddəni qarşıladığımızdan ötürü x plus y plus z olacaq və x 8K idi, o birisi 18K-dır, digəri də 27K-dır. Bu da mənə 53K-nı vermiş olacaq. K-nın da qiyməti 8 götürmüşdüm. Ona görə 53 vurulsun 8, o da eləyir 424 qram. Yəni düzgün cavab A variantı olmuş olacaq. Əgər siz də yarı final və final turuna hazırlaşmaq istəyirsinizsə, 050 413 83 02 nömrəsinə yazaraq mənimlə əlaqə saxlaya bilərsiniz. RFO və yaxud da RFM hazırlıqları da bizdə mümkündür. Ətraflı məlumatı ancaq nömrə vasitəsilə ala bilərsiniz. İzlədiyiniz üçün çox sağ olun. Digər videolarımı qaçırmamaq üçün kanala abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi yorumlarda yazmağı unutmayın.